Salam, hər vaxtınız xeyir olsun. Mənim əziz müəllimlərim. Mən sizə 3 dənə miqə düşmüş həndəsə suallarla araşdırmağa suallar vermişdim. Orada cavablar yazanlar oldu, fərqli cavab yazan da oldu. Hamısına eyni işarəni qoyan da oldu. Biz bilirsiniz ki, ödənişsiz dərslərimizdə, yəni həftədə bir gün, hər həftənin 3-cü günü mən ödənişsiz şəkildə YouTube kanalından dərs tədris edirəm. Orada həqiqətən də dərs tədris edirik, suallar işləyirik, sınavlar işləyirik. Ona görə ödənişsiz qrupa qoşulmayan varsa bu videonun altına yazıb qoşula bilərlər. Ödənişsizdir, tamamilə ödənişsizdir qrup. ABS düzbucaqlı üçbucaqdır. Bu da ora atdığım suallardan biridir. Bu sual MİQ 2024-cü ildə ixtisas riyaziyyatdan düşmüş sualdır. PQ isə kvadrat olarsa verilənlərə əsasən kvadratın sahəsini soruşur. Baxaq görək. Kvadratsa bura x-dırsa, hər tərəfi bərabərdir də. Burada x-dir, burada x-dir, burada x-dir. Düzbucaqlı üçbucaq böyük düzbucaqlı üçbucaqdır. Biz bilirik ki, düzbucaqlı üçbucaqda əgər bura alfa bucağıdırsa, bura beta bucağıdırsa, düzbucaqlı üçbucaqda tamamlayıcı bucaq anlayışı olduğu üçün alfa plus betanın cəmi 90-a bərabər olacaq. Balaca burada kiçik üçbucaq var. Burada 90-90 olduğu üçün kvadrat daxı 90 dərəcəli bucaq əmələ gətirir də. Deməli, 90 olduğu üçün bura olacaq beta, yəni həqiqətən də burada da kiçik üçbucaqda da alfa plus betanın cəmi 90 dərəcəyə bərabər olacaq. Bura beta varsa, burada məcburam alfa yazam. İndi deməli belə. Baxıram, burada alfa beta 90 dərəcə, alfa beta 90 dərəcə, 2 dənə balaca, kiçik, oxşar üçbucaqlar yarandı. Bu hissədə alfanın qarşısında dayanıb 2 kökdə 5, bu hissədə alfanın qarşısında dayanıb x. Yəni x-in 2 kökdə 5-ə nisbəti bərabərdir. Digər tərəfdən betanın qarşısına baxaq. Betada 5 kökdə 2 dayanıbdır. Bu hissədə isə betada x dayanıbdır. Çarpaz vursaq x-in kvadratı bərabərdir 10 kökün altında 10. X kvadratı ilə kvadratın sahəsidir. Çünki kvadratın sahəsi bərabərdir x kvadratına. Deməli, məndən nəyi soruşurdu? Elə kvadratın sahəsini soruşurdu. Cavab olacaq 10 kökdə 10, yəni A variantı. Bu suala 10 kökdə 10 yazıb yanaşanlar düz yanaşmışdılar. Keçək növbəti sualımıza. Növbəti sualımız isə 2024-cü ildə trapesiyadan düşmüş. Düzbucaqlı trapesiyanın BC tərəfini verib, CD tərəfini verib, C bucağını veribdir, dərəcə ölçüsünü və məndən nəyi soruşur? Sahəni soruşur. Buradan hələ ki heç nə İlk dəfə bu sualı görəndə ağlıma gələn, buradan belə bura hündürlüyü endirməkdir. Bura 90 dərəcədir, biz bilirik. Əgər bura 90 dərəcədirsə, deməli, baxın, bura ümumilikdə 120 dərəcədirsə, bunun içərisinə qalır 30 dərəcə. Biz bilirik ki, düzbucaqlı üçbucaqda 30, 60, 90 qaydası var. 30 dərəcəli bucaq qarşısındakı katet, yəni bu katet hipotenuzun yarısına bərabərdir. Bura olacaq 4. Buradan da bura 2 olduğu üçün bura yazıram 2. Müəllimlər, məndən nəyə soruşur? Baxın, oturacaqlar var, hündürlüyü tapmaq lazımdır. Bura 4-dürsə, bura 8-dirsə, 60 dərəcəli bucaq qarşısındakı katet, 30 dərəcəli bucaq qarşısındakı katetin kökatda 3 mislinə bərabərdir. Bunu da beləcə yazmış oldum. Deməli, oturacaqlar cəmi 2-nin üzərinə gəlirəm. Buradakı oturacaq 6 bölürəm 2-yə, vururam hündürlüyə. Hündürlüyümüz isə 4 kökatda 3. Cavab eləyəcək ümumilikdə 16 kökatda 3, yəni B variantı. Keçək növbəti. 2022-ci ildə MİQ imtahanına düşmüş sualdır. Katetləri veribdir. Düzbucaqlı üçbucağı verib. Y parçasının uzunluğunu soruşur bizdən. Y-dir. Qoyun baxım, məndə bir dənə Y hardadır? Hə, bax, buranı soruşur bizdən. Baxın, düzbucaqlı üçbucaq veribdir burada. Görürsünüzmü, bax, yuxarıda. Məsafə. Qoyun baxım, görüm, hündürlük. Buradan bura. Bilirik ki, bax, bu tənböləndə axı. Tənböləndən əgər buradan bura qədər məsafə, buradan bura qədər olan məsafəyə bərabər. Bura olacaq 12. Həmçinin bu hissəsidir. Tənböləndə axı. Bura qədər də olan məsafə bərabər olacaq. Olacaq 16. Ümumilikdə bura 21-ə bərabərdir. 21-dən 16 çıxsaq bura qalacaq 5. 5, 12, 5, 12 və 13 Pifaqor ədədləridir. 5-in kvadratının üzərinə 12-in kvadratı gələndə 13-in kvadratı eləyir. Bunu həmçinin 2-yə vursaq 10, 24 və 26 da Pifaqor ədədləridir. 20, 48, 52 də Pifaqor ədədləri. Yəni belə verəndə bunu rahatçılığını tapmaq olur. Kvadratla, düsturla da tapmaq olar, amma ki Pifaqor ədədlərini əzbərləsək, neyləyirik? Bunu rahat taparıq. Yəni bu hissənin 13 olduğunu verir. Bizdən də elə nəyi soruşurdu? Y-ni soruşurdu. Yəni buranı soruşurdu. 13 A variantı. Bu qədər əzizlərim. Kanalıma abunə olmağı, videolarımı bəyənməyi unutmayın. Bildirişləri də açın ki, bu tip videoları yükləyəndə sizə bildiriş gəlsin. Siz də girib baxasınız. Hələlik əzizlərim.